Son dövrlərdə əksər icra və probasiya şöbəsinin fəaliyyəti ilə bağlı yaranan problemlər vətəndaşların hüquq və azadlıqlarının pozulmasına yol açır. Bu da cəmiyyətin ədalətə olan inamını zəiflədir. Çoxsaylı hallarda insanlar məhkəmələrdən qalib gəlir, amma icra və probasiya şöbəsinin məmurları qanunları kobud şəkildə pozaraq qərarları və məhkəmə hökmünü tətbiq etməkdən imtina edirlər. Ən acınacaqlı vəziyyət isə müvafiq icraçıların işi akt yazaraq bütün məhkəmə qərarlarını nəzərə almadan qarşı tərəfin xeyrinə hərəkət etməsidir. Bunun nəticəsində hüquq mühafizə orqanlarına vətəndaşların hüquqlarını qorumaq və qanunu tətbiq etmək əvəzinə əksinə məmur özbaşınalığına yol açılır. Məhkəmədən qalib gələn vətəndaş istədiyi hüquq müdafiəsini əldə etmək üçün ədalətə deyil, əslində həmkarlarının rüşvət və digər qeyri-qanuni yollarla fəaliyyət göstərən icraçıları ilə mübarizə aparmağa məcbur qalır. Ən təəssüf verici hal isə icraçılar və onların rəhbərliyi tərəfindən bir çox hallarda məhkəmə qərarlarının və qanunların göz ardı edilməsidir. İcraçılar öz şəxsi maraqlarını qanuni prosedurların önünə qoyaraq yalnız öz başına fəaliyyət göstərir və hüquq mühafizə orqanlarının verdiyi qərarları yerinə yetirməməkdə sərbəstdirlər. Məmur özbaşınalığına qarşı ciddi tədbirlər görülməlidir. İcra və probasiya şöbələrinin rəhbərlik etdiyi əməllərin nəzarət altına alınması, hüquq mühafizə orqanlarının və vətəndaşların hüquqlarına zərər verməmələri üçün ciddi tənzimləmələr və məsuliyyət tədbirləri həyata keçirilməlidir. Əks təqdirdə hüquq mühafizə orqanlarının işinə inam tamamilə itəcək və cəmiyyətin hüquq sisteminə qarşı etirazları daha da güclənəcəkdir. Hər bir vətəndaşın qanuni hüquqları qorunmalıdır. Vətəndaşların məhkəmələrdə qazandıqları haqlar yerinə yetirilməlidir. Heç bir icraçı tərəfindən məhkəmə qərarları pozulmamalıdır. İcra və probasiya şöbəsi hüquq mühafizə orqanlarının bir hissəsi olaraq qanunu tətbiq etməkdən başqa heç bir şey düşünməməlidir. Mən hər dəfə gəl-danış verilişində də xüsusi olaraq qeyd edirəm ki, şahidi də olmuşam ki, dəfələrlə qalib gəldiyimiz, vətəndaş üçün qalib gəldiyimiz məhkəmələr, hətta apellyasiyası, ali məhkəməsinə kimi getdiyimiz məhkəmələrdə bir icraçının akt yazaraq işə necə xitam verdiyinin şahidi olmuşam. Bu reallıqdır.